Allahla ədəb qaydalarından biri budur ki, əgər insan doğrudan da Allahın əzəmətini dərk eləmiş olsa, özünü heç sanar. Bunun üçün mən sizi çox yormayacağım, bir dənə örnək, nümunə çəkib, sonra sözümün əvvəlində nəql etdiyim, qiraat etdiyim, oxuduğum Həzrət İbrahimin əleyhissalamın Allahla ədəb çərçivəsində davranışını izah edib və sonda son olaya qısa bir münasibət bildirib söhbətimi bitirəcəm. Diqqət edək, insan özünü nə vaxtı böyük sanır? Özündən ətrafında, çevrində olan insanları özündən aşağı görəndə. Yəni, görürsən o bəzi, yəqin ki, siz də şahidi olmuşsunuz da, bəzən o cavan vaxtlarda 17-18 yaşlarında daha çox olur. Adam biraz yaşa dolandan sonra formalaşır həyatda, amma bəzən görürsən ki, eləsi elə 50-60-da da yaşı, başı da olsa, amma elə 17-18 yaşda qalıb, yəni davranışından, danışığından. Bəzən görürsən ki, yeriyəndə elə yerir, elə bil ki, təyyarə indi qanad açıb havaya uçacaq. Qollarını yanına gətirə bilmir. Bu şəkildə sanki elə bil havaya uçacaq, havaya qalxacaq. Amma əmin olasınız, insan özünü zərrə o zaman görər ki, baxın, uzaqdan biz uca bir dağa baxdıqda balaca görsənir. Amma ona yaxınlaşdıqca, onun ətəyinə gedəndə bəzən baxırsan ki, sən onun yanındakı, ətəyindəki daşdan da balacasan. Amma kənardan o dağ sənin üçün balaca bir elə daş kimi, balaca bir təpə kimi görsənirdi. Biz diqqət edək. Əgər insan olduğu evə baxsa, məsələn, Allah hamıya halalından, gözəlindən yaşayacaq ev nəsib eləsin. Evə baxdıqda deyirsən, maşallah, möhtəşəm evdir. Amma həmin ev, həmin kəndin ərazisinə nisbətdə balaca görsənir də. Həmin qəsəbə, həmin şəhərin, həmin şəhər, həmin ölkənin, həmin ölkə digər ölkələrə nisbətdə və nəticədə yer planeti baxsaq, Günəşə nisbətdə, Günəş planeti digər qalaktikalara nisbətdə, planetlərə nisbətdə bir sözlə sən kainatı təsəvvür elə və özü təsəvvür. Heç gör kainatı. Məsələn, dünya o qlobus şəklində yəqin ki, orta məktəbdə baxmışıq da, bəzi ölkələrin adını oraya yazmırdılar. Nöqtə qoyub altda yazırlar. Yəqin ki, bunun üçün akademik bilgiyə, savada malik olmaq lazımdır ki, sıradan bir sadə bir nümunədir. Yəni, insan bu şeyləri düşünməlidir və keçmişdə olanlara baxaraq ibrət çıxarıb, bugün bu səhv və nöqsanları, öncəkilərin etdikləri xəta və nöqsanları təkrarlamamalıdır və ədəb qaydalarından biri elə məhz Həzrəti İbrahim Xəlilullah, Allahın dostu idi də, tək oturmazdı. Süfrəyə oturanda qonaq Allahın rəhmətidir. Evə gələn bəlaları özü ilə aparar. Allah heç kimi yoxsulluqla, fəqirliklə imtihana, sınağa çəkməsin. Bəzən görsən, eləsi onun dəyər qiymətini anlamır. Eşidəndə ki, evə qonaq gəlir, evdən çıxır. Orada döyürəm, kənar yer deyəm və s. Sən inan, əgər dərk etmiş olsan ki, evə gələn qonaq hansı bəlaları uzaqlaşdırır, can atarsan ki, elə hər gün sənin evində nə olsun? Qonaq olsun deyə. Həzrət İbrahim Xəlilullah yerdə, torpaqda çox səcdə etdiyinə görə və insanları daima süfrə kənarında əyləşdirdiyinə görə Xəlilullah titulu ilə Allah tərəfindən adlandırılmışdır.